Məhəmməd, zibilə düşmüşəm, mənə köməyin lazımdır. Nə olub ay bura? Saat 2-də nəyə gəlmisən bizə nə? Məhəmməd, köməyivə ehtiyacım var. Bildim, kömək, nə kömək? Uşaq vurmuşam. Nə uşağı? Uşaq vurmuşam, qardaşım. Yaxşı, deyə. Qardaşım, uşaq vurmuşam. Camaat var. Keç içəri, zaman məhəllədə camaat var, keç içəri. Keç içəri görün, keç. Məhəmməd, başımı tutmuşam. Məhəmməd, itirmişəm başım. Bir dəqiqə deyəm, camaat yatır, gecə 2-dir. Yaxşı, ay qaqa, ay evdəkilər yatır, sakit biraz, gör nə deyirəm. Nətər vurmuşsan uşağı, nətər vurmuşsan uşağı? Maşının qabağına çıxdı vurdu. Maşınla vurmuşsan, ha? Biraz sakit, qaqa, eşitməli söz deyirəm. Ürəyim dayanacaq. Bildim, ay biraz sakit dur, deyirəm evdəkilərdən. Nətər maşın vurmuşsan, nətər harada vurdun maşını? Qabağıma çıxdı qaqa, maşındadır, uşaq maşındadır, qabağıma çıxdı. Hardadır? Qabağıma çıxdı qaqa, maşının qabağına çıxdı vurdu. Gör nə deyirəm, indi mənə qulaq as. Gör eşitməli. Hara qoymusan? Bagaja qoymusan uşağı. Bagajdadır, bagajda. İndi qulaq as. Biraz sakit də evdəkilər yatanlar bilir. Biraz sakit danış. Məhəllənin içində nə qışqırsan, adam vurmuşam. Qulaq as. Uşaq ölüb. Ölüb Məhəmməd. İndi qulaq as, mənə qulaq as. Gəl gedək uşağı bastıraq, sabahlarını söhbət eləyək. Maşının orada iş gəzin. Bu eşitirsən məni? Mənə qulaq as. Ay sən. Get əzə su vur gəl. Su vur gəl. Başım fırlanır. Ay nə paşam? Ay get əzə su vur gəl qaqa. Get. Davay. Ayda mən nə edəcəm? Mən nə elədim, bu nə iş idi, törətdim. Uşağın valideynləri görəsən bilsə necə olacaq? Nə həyatda mən yaşayıram, bütün həyatım məhv oldu mənə. Necə özümə gələcəm? Artıq dözə bilmirəm, ürəyim sıxılır. Necə olacaq Allahım? Başım gelir, dayana bilmirəm, özümü saxlaya bilmirəm. Ürəyim çıxır yerindən. Görüm bunun altına necə çıxacam. Görüm polis bildirməyək, kimsə gördü, nə oldu mən? Neyim mən, necə eləyim? Nə danışacam qargilərə? Kimlər, nə deyəcəm? Heç nə deyə bilməm. Oldu bütün ödüklərim arzum. Nə iş idi düşdüm mən? Bunu bəlaydı. Görəsən, bunun axırı necə bitəcək? Gərək yavaş sürərdim maşını. Amma neyniyim? Həyatda da onsuz da mən bu gözləyirdim həyatını. Artıq heç nə yoxdur, artıq heç nə yoxdur, artıq heç nə yoxdur, Oy bля. Brat, bu vəziyyətdən çıxmanın yolu bilən oldu. Bastırmaq. Cavan da uşaq deyil. Bağla gedək. Çox pis sıxılıram Məhəmməd. Sıxılma. Necə polis, birdən polislər bizdə. Qaqa, sənə kimsə görüb, görməyib. Mən heç kim görmürəm. Söz də qutardı getdi də, mən bilirəm, sən bilsən, bir də Allah bilir. Söhbət bağlıdır da, gedəcək uşağı bastıracaq, söhbət konneksiz yox. Əla, bura yaxşıdır. Bura normaldir, bura yaxşıdır, bura saxla. Düş də, sən Juganiyadasan, bura saxladan maşını, düş. Şəll eləyək. Qorxma, düş aşağı. Düş aşağı. Bu nə zibilikdə saldı özünü. Gecə saat 2-də adamın qapısına gəlirlər. Qınamaq da olmaz da, başqa dostu yoxdur axı.
Güvənə biləcək adam bir bizi. Necə eləyək vəziyyətdən çıxardaq Selnur? Ailəsi də var idi, özünü saldı zibilə. Prosto bu ölünün, bu əlidən gözüm heç su içmir. Avqustun hızır hazırında bu külək nədir? Bu gecənin bu hayında mən nə vəziyyətdəyəm? Mən ümumiyyətlə niyə buradayım axı? Başqa qapını döyməyə tapmadı bu döysün. Niyə Monnoy məni seçdi? Düşdüyümüz vəziyyətə bax bir dənə. Adam bastırığı. Kimə desən deyər kinodasan elə. Elə bir real film çəkirik. Həyatımıza bax bir dənə. Mənim sabah bir gün toyum olacaq deyə az qalmış deyə mənim toyuma. Gör nə vəziyyətdə nə fikirləşirəm. Önünü də atdı. İndi gəl bunu bastı. Hay. Qardaşım, bəsdə dur gedək, dur. Ayam oğlu nə varsınız burada? Sən kimsən? Ma bir dənə siqet verin əmi oğlu. Siqet verim, yaxşı, sən burada neyinsən bəs? Qaqam özüm də buralarda qalanam, burada aşağıda qalanam. Hardan gəlmişsən? Burada qalanam, burada qalan. Nə lazımdır ki sənə? Siqaret. Siqaret? Nəsə kömək lazımsa deyiliyək. Yo, Allah köməyin olsun, sağ ol, çox sağ ol. Dəqiq nəsə lazım deyil qaqam. Sağ ol dostum, lazım deyil, çox sağ ol. Get. Az qalmışdı poxa düşəyi. Selnur, bas gir maşına, tez ol. Get şöyle. Sakit. Qaqa, eşit. Selnur, mənə bax. Qaqa, gecə saat 3-dür. Başa düşürsən? Camaat evdə yatıb. Biraz sakit ol. Məhəllədə camaat var. Uşağa bastırdıq, söhbət kaniç oldu. Gör nə deyirəm. Gedirsən indi evə. Diqqətlə mənə qulaq as. Get evə, istirahət elə. Sabah Vüqarla Elvingilin yanına gedərik. Elvin ilə söhbətlərdən başlayır. Elvinlə söhbət eləyirik. Sabrazm eləyəcəyik. Başa düşürsən? Məhəmməd, necə olacaq bunun sonu? Qaqa, yaxşı olacaq da. Eybi yox. Bir problemdir, yaşanıb. Eşidirsən mən, qulaq as, özünə gəl. Get sən əlinizə su vur. Yaxşısan. Çox pisəm Məhəmməd. Qaqa, mənə qulaq as. Məhəmməd, çox pisəm. Ay qaqa, yaxşı. Ay sən. Çox pisəm. Ay, nəyə pis olursan qaqa? Olub da bir problemdir, yaşanıb. Sən niyə bunu dərd edirsən axı? Bu niyə dərd eləmək qaqa? Oldu keçdi. Get istirahət elə. Sabahlarım görüşək, Vüqarla söhbət eləyək. Yaxşı? Söhbəti bağla, heç kimi danışma. Məhəmməd, qaçmalıyam mən. Hara qaçırsan? Ay, heç yeri qaçmır. Uşağın öldüyündə bir dənə sənin, bir dənə mənim xəbərim var. Bir də Allahın xəbəri var. Başqa kimin xəbəri var? Qaqa, hara qaçsan sən? O siqaret istəyən oğlan. Ay, o başın bıraq onu həll eləyəcək də hər kimdə. Hara gördü tüfeylin biri idi. Görmədi onu. Ay, tüfeylin biri idi. Ağzından ara bırnımı deşirdi. Məzənərsən sən. Ged evə eşiyində sabahına söhbət eləyək. Ged evə sabah söhbət eləyəcək. Davay. Taksi vuraq sənə. Gedəcəm mən. Davay. Baksinskiyə yolaq görək elə. Düşdən gücdən nə var, nə yox. Lan. Görək elə. Şu görüntülü. Adama da oxşanır. Nə tərsən Ruslan müəllim? Basu 40-da da pingvin. Belə yaxşıdır. Nə gündəsən? Sən eşitdim dünən ad günün idi. Mübarəksən, böyük kişi olasan. Böyüyəndə nə olmaq istəyirsən? Allah qoysa 50 illik
eləyəndə qəşəng keçiriləcəm hamısı. Bildim, onu qəşəng keçirtməyimi bildim. Deyirəm, böyüyəndə nə olmaq istəyirsən? Ölçümdə bura. Təzə temalar yoxdur nəsə. Mən səndən soruşacaqdım, zəng elədim, dedim, bəlkə səndə nəsə olar. Onları gəlirəm, deyim də Allah qorusu bir dənə 25-i. Hə. Qalda bir dənə sənə verəcəm, material verəcəm. Aha. 26-ı mən oxuyam, ona hazırlayalım. İnşallah, inşallah. Yox, mənim gözüm üstə. Təbrik edirəm bir də səni, ad günün də mübarək olsun. Böyük kişi deyə bilmirəm, böyük oğlan olasan. Sağ ol, arkadaşlar. Oldu ürəyim, öpürəm. Baxın, özü oxşuyur, o nə da o? Bu qar qoymuşam. Aa, özü oxşarı qoyma, sən can. Davay, yaxşı. Öpürəm qardaş. Mən. Bomba kimi, arenda da belə. Bunun da bir iti var özünə oxşar. Xiyar, xiyar. Ay, belə mən iş verməliydim axı, bu nətər olacaq ha? Nətərsən qaqa, nə var, nə yox? Çox sağ ol qardaşım, sağ ol, sən nətərsən? Mən buradayım, səni gözləyirəm, gəl çıx da. Hə, yaxşı, gəlirəm, indi gəlirəm. Yaxşı. Konum atmışam, sən atdığım konuma gəl. Yaxşı, yaxşı, gəlirəm Əhməd, gəlirəm, yaxşı. Davay, davay. Nətərsən burada, nə var, nə? Yaxşı, qardaşım, sən nətərsən? Şükür Allah, sür gedək. Ha, nə oldu, neynədin? Kiməsə demisən bu söhbəti? Yox, Məhəmməd, heç kimə deməmişəm. Axşamdan inansan ki, yəni yatmamışam da səhərə qədər. Niyə Nə yatmadın? bilim, bütün həyatım məhv oldu. Niyə məhv olub? Nə olub? İçəri də girməm sənə. İçəri girməmsən söhbəti deyil axı. Bir uşağı, nə bilim, yəni o uşağın da hər hansısa bir necə deyim, vaxt var idi ki, ola bilərdi ki, böyüyüb onda bir həyat ola bilərdi. Biz bir insanın həyatını məhv elədik. Qaqa, məqsad eləməmsən, Allahın işi olub, baş verib, keçib gedəcək. Sən nə deyirəm, Vüqarla danışmısan? Vüqarla danışmışam. Studiyadadır. Studiyadadır. Vüqar dedi ki, studiyadayım, gəlin. Sür onda studiyaya gedək, studiyaya. Vüqar da bilmirəm, Məhəmməd deyirsən. Vüqar da vetsiz adamdır. Yəni ona nə deyirsən? Qaqa, elə adamla tema çıxır da, elə Qardaşım, ona mən durub mən danışıram, deyirəm ki, qardaşım, mənim həyatım məhv oldu. Bütün ümidlərim var idi. Hamısı məhv oldu, getdi. Vüqar mənə durub nağıl danışır. Qaqa, sən niyə ümidin Vüqar nə bilim, Vüqar necə yəni Vüqarla telefonla danışmışam. Yox, söhbəti danışmışsan, yoxsa gedib burada danışacaq? Yox, söhbəti danışmamışam. Mən başqa bir söhbət eləyirəm, amma telefonda işimə demə. Gedək Vüqarın yanında söhbət eləyək. Necə Məhəmməd, sən normal baxırsan, bu normal bir şey deyil. Yəni normal bir şey deyil, işdir də başıma gəlibdi. Biz də pakravat eləyəcəyik də qardaşlarımla. Pakravat eləmək söhbəti deyil axı qardaşım. Sən bunu pakravat eləyəcəksən. Müəyyən insanlar bilməyəcək, görməyəcək. Amma ki Allah var, Allah görür. İnsan gərək vicdanınla gərək, nə bilim, yəni rahat ola. Neyniyəsən, yaxşı, vicdan deyirsən, neynəmək fikrin var sənin? Vicdan deyirsən, neyniyəsən, hə, yaxşı. Gedib uşağı diriltmək fikrin var. Vicdan nəyə deyirsən, neynəmək fikrin var? Gedib tutulmaq istəyirsən, gedib tutuzduraq da sən, gedib ölünü şey eləyək, çıxardıq oradan, aparaq polisə verək, tutuzduraq sən, nə var ki ölün? Təslim olmaq istəyirəm, amma nə bilim. Gec danışma, sür get, sən ailəli adamsan, işin gücün var, uşaqların var sənin, nə təslim olmaq? Sür get, Vüqarın yanında söhbət eləyəcəyik. Yukarıdan ağlım bir şey kesmir də. Sevgi dilendin, sen özün dedin her şey gitti. Ne de üstüme gelmişsen indin. Sana sevgim Oo, qardaş. Nətərsən qardaş? Qardaşım, keyfinə. Sağ ol, şükür olsun. Da kesin əyləşsin içəridə. Ay, iki əyləşdən ha. Peki tut görək. Allah. Nətərsiz qardaş, nə var, nə yox? Sağ ol ay Vüqar, sən nətərsən? Bir dənə keç də bura, 5-10 dəqiqə səninlə söhbətim var ya. Bir gözə görə stolumu sürtdüm mən. Ay dedim, ay. Buyur, axsaqqal. Nə məsələ deyinə, nə olur? Bu yenə zamplasındadır, axsaqqal maqsaqqal. Nə qaynatmısan? Mən dedim də mən sənə, Vüqar, biz gəlmişik bura, bəs sənlə 5-10 dəqiqə söhbət eləyək. Sonra bir saat söhbət elədi, fərqiniz?
Yəni bunu ciddi qəbul eləmək lazımdır da. Yəni söhbət ciddi Sən söhbətdir. ciddi söhbət elə ki, ciddi də qəbul edeyim də. Qardaşım, bu öz 10 plusındadır. Mən bunu nə edeyim? Qaqa bu belədir də, amma temanı Mən sənə biləcək. dedim Ha, ki, sən bir bu mövzunu adam- denən bu görüm normal bir elə. insan. Ay Danış da, qardaş, bir danış. mövzunu denən görüm nə var, nə yox, nə olub? Hep salamdan qabaq danışdığım mövzuya bax. Qardaşım, çox pis zibilə düşmüşəm də. Yəni hı. bildiyin çox pis zibilə düşmüşəm. Aha, Məhəmməd də bilir dünən axşam. bilir ki. Ha, dünən axşam bizə gəlmişdi. Aha. Dünən gəlmişdim Məhəmmədkilə, dedim dərdimi. Yəni yolda getdiyim yerdə İstediyi- maşından adam. Antenin bəs kodunu vereyim, stüdyosu yaxşı. Hə. Yaxşıdır, yaxşıdır. Sən danış, qulağım səndədir də. Yaxşı qulağımı Qardaşım, ciddi qaytarma. qəbul elə də, xahiş edirəm. Ya Bir adam kondisioneri vurmuşam. sərinlə yaxşı buyur. Adam Adam vurmuşam. məsələ. Deyib dünən axşam bizə gəlib. Dedim gedək Aha. Vüqarın yanına. Bir dənə o Ay versiyanı al. bildim, Qaqa. kondisionerin kodu bunun seriozluğunu. Yox, o versiyanı al qaqa. Çünki mən demişəm ki, Vüqar bilir söhbəti. Vüqar Yaxşı. həll eləyəcək. O Buyur, versiyanı al. buyur. Adam vurmuşam maşından. Gəlmişəm səndən bir dostum, qardaşımsan da, səndən bölüşək. Neyniyək, necə Ha, eləyək. adam vurmusan, düz bax görələn nədir vəziyyət, nə yerdədir? Qalıb, Bastırıb adamı, bastırmışıq adamı. bastırandan sonra üstümə gəlmişsən, hə? Vuranda gələrdim də üstümə. Bir xəbər, bir görərdik, nə edir, nə var, nə Necə yox. olub onu danış bir ona. Necə olub onu danış. Nəyi danışacağam? Söhbəti danış da, rahat otur danış. Hə, Hə, rahat danış da, bu sənin üçün maşına mayduma fırlatmaq deyil, rahat danış, rahat söhbət elə. Hə, buyur. Danışdım Qaqa, da. sən bir dənə Vüqar. Elvinə zəng elə. Sən bir Elvinə Hə, zəng elə. yığacam, yoxsa bu söhbət mənlik deyil, o işlərə Qardaşım, o baxır. Deyirəm Sadəcə ki, bu fikrin desin, demir axı fikrin. Adam vurmuşam, nə ilə vurub, maşınla vurduğunu da bildim, başa düşdüm. Nətər vurub, necə vurub, bunu mən Elvinə izah eləməliyəm də. yol gedirdim mən Hə. də. Yol gedirdim. Getdiyim yerdə yəni bir uşaq idi. Yəni çıxdı maşının qarşısına. Tormuz işləmir? Yox, qardaşım işləyir. Tormuz da işləyir. Dalını denən görüm elə. Tormuz işləyir Vüqar. Hə. Prosto nə bilim, Özün işləmişsən. işdi də oldu da yəni. Yəni Yaxşı, sən o diski ver mənə, mən baxım, bir dənə Elvinə görüm nə deyir. O diski verərsən, mən baxarım Elvinə. Bir də diski bura niyə ver. gəlmişəm qardaşım? Elin diski danışdın, verdim də qardaş, denən. Bir yazılı belə da- götür ver ona. Ver Baş də elə diski işləyir. də. Qaqa, baş elə işləyir. Götür bunu ver ona denənlər verdim ha. Gəl diski verdim sənə. Gəl bax. Oradadır. Qoy üstünə görəm də. Qardaşım mən bunun yanına niyə gəlmişəm? Səbr ol. Abi Nə səbir səbir ol. ol? Hə, Bu sən adam- həll eləyəcəksən. Səbir Ay ol. qardaş. Elvin gəlsin Vay Elvindən adam var. Ay bir gözdə də çaya çatmamış alvarın üstü bir gözdə də. Zəng edir işte. Qaqa, səbir ol da. Gətir də başqa var bir məndən. Ay canabi, Nətərsən qaqa? Nə var nə yox? sağ ol ürəyim, sağ ol. Sən nətərsən? Bazardan qədər studiyaya təcili gəl. Nə olub ki, nə məsələ, xeyirdirmi? Mən buralıq deyil, bu nə danışım mən burada? Dur gəl söhbət eləyək burada. Yaxşı, gəldim. Yaxşı. Oldu. Da. Gəlir. Narahat olma. Kim gəlir Vüqar? Elvin gəlir. Sonra həll eləyəcək Elvin gəlir, söhbəti. ha, Elvin gəlir. Necə lazımdır yoluna qoyulacaq söhbət. Başqa? Başqa Mən arzun dilək. bilsəydim birinci gedərdim Elvinlə məsləhət aldım. Səni bilsəydim birinci gəbə çörək yerdi, yazıqlarına söhbət eləmək də olmur. Beyinə qan Sən ona getmir. bir dənə dönər denəsən, ona bir dənə dönər denən. Hə, toyuqla 2 ay asdı qala. Mən nə cür adam? Qardaş, belə salamatçılıqdır. Mənim özümdə, amma səndə yox. Özü ver bir xiyar kimi aparırsan. Yəni bir çox O, mən sən özünü necə aparsan? Vurmusan, həyəcanlısan. Göz söhbət bu dənə mən də işdimdə. Mən səninlə ciddi Mən adam söhbətə başıma gəlmişəm beynimə bura. qan getmir, qardaş. Mən səninlə burada ciddi söhbətə gəlmişəm ki, Xoş qardaşım, mənə ciddi başıma belə bir iş gəlib, əziyyət çəkirəm, problemdəyəm. Sən Sən baş Sən başıma Tutmusan gəlib, oradan sən də buradan mənə ki- yanıma gəlmirsən. Mən də məsləhət görəcəyim adam Qaqa, bu çağırım da incəsənət gəlir. adamı. De bunlar belədir. Bunun başı belə işləyir. İncəsənət adamların hamısı başı belə işləyir. İşte bu, bəs sərinləşdi. Sərinləşdirir, sərinləşdirir. bu xəstə deyə bu. Amma baş çatmır. Mən onda tərrə. Nə olub ay qaqa, nə məsələdir? Aa, Elvin gəldi. Nə var, nə yox qardaş? Şükür Allah, bura. Yox abi, Sağ ol. nətərsən? Sağ ol qardaşım. Sağ ol. Nə olub, nə məsələdir? Oturum mən burada. Nə olub, nə məsələdir? Təcili çağırdınız. Danış. Qardaşım, başımıza bir iş gəlib. də. Nə, nə olub? Əslində mənim başıma gəlib. Sən yaxşıdır bura. Əla, deyəm, üzr istəyirəm, hə. Buyur qardaşım, buyur. Hə. Qardaşım, pis vəziyyətə düşmüşəm. Niyə? Çox zibilə düşmüşəm də bildiyin. Yəni maşınla gedirdim dünən axşam. Yəni məhləyin içindən sürürdüm maşını. Özü də ki yavaş sürürdüm, amma möhkəm sürmürdüm. Bir dənə uşaq idi, velosipedlə gəldi, çırpıldı maşının oldu. Bu da ki Bir şeysə görən olub? Yəni görən yox, heç kim yox idi. Tək o ərazilərdə kameralardan saxtan nəsə həyat kameraları onu yoxdur. bilmirəm. Onu bilmirəm. Həyat kamerası var idi ya və yaxud yox idi.
öldü də, yəni mən sonra düşdüm maşından aşağı gəldim, götürdüm ki, xəstəxanaya zət falan çatdıram. Yəni gördüm ki, artıq yəni yoxdur da, yəni rəhmətə gedib. Məcbur qaldım, uşağımı qoydum maşına, gətirdim Məhəmmədlə bəs söhbət elədik, elə Məhəmmədlə gecə bir yerdə olduq da, evlərinə getdim. Açdım hər şeyi dedim də, yəni Məhəmmədlə. Məhəmməd də məsləhət bildi ki, bastırmaq lazımdır. Ay belə. Yəni biz də apardıq, dəfn elədik. İndi bir şey var, yəni sizin o dəfn elədiyiniz müddət ərazidə heç kim olmayıb, yəni kimsə görməyib. Ərazidə yox, heç kim yox idi. Bir dənə orada Məhəmməd deyəsən bir nəfər gəldi, siqaret istədi də. Hə, belə bir adam. Ay, belə bax o işi poxladı. O kim idi? Tanıyırsınız kimdir o bir nəfər? Yox, onu tanımırıq. O siqaret çəkən adam. Yox, siqaret çəkən başını bilmirik də. Yəni o insan gedib yəni deyə də bilər, kiməsə də deyə bilər, burada belə bir şey olub. Yəni boş şeylər. Çünki orada məsəl üçün çox güman həyət evləri zad olan yerdir, yoxsa hə, həyət evlərin bu dəqiqə 70%-ində yəni çöldə müşahidə kameralar var, təhlükəsizlik qurulma. Yəni o şeylərlə belə eləyək də, Elvin bizə bir məsləhət göstərdi. Belə eləyək qardaşım, bura yeri deyil. Duraq bir dənə girən normal bir yerə, çünki bu məsələ buralıq deyil. Oturaq bir fikirləşə görə nə edə bilərik? Yəni buralıq deyil məncə, hə? Yenə də Allah köməyin olsun. Taksi olacam da, deməsəm alınmır. Bu qalsın burada, biz özümüz yedək, bunun yeri deyil sonra. Qardaşım bir şey deyim, ya Allah sənin köməyin olsun ki, Elvin, elə sən gəldin, səndən məsləhət aldıq. Yəni bayaqdandan inan Allaha ki, mən burada ciddi söhbət edirəm, bu öz keyfində. Yox, bu ola bilər, vüqarda bir xassiyyət var. Yəni elə bir şeylər var ki, zarafata salır, o bura ciddiliyi o elə tam qəbul eləmir. Amma gedək ətraflı danışıq, yəni yoluna qoyacaq. Yəni narahat olma, axıra qədər də yəni yanındayıq. Yəni özü təşxis eləmə. Duraq biz sənin yaxşısı. Buradan tərəfənək. Abi, belə düzdür, indi bu çətin məsələdir. Yəni danışdın, dedin məsələni. Sən bu görən adam mənə söhbət edir. Sən bunun çöllüyü yoxdur bu uşaq. Yer tapmıram, ona görə belə edirəm. Amma Elvin sənə bir dənə söz deyim, inan Allaha ki, yəni gecəni yata bilməmişəm də. Yəni bildiyin, yəni vicdanım sızıldayır da, yəni həqiqətən. Yəni çox çətindir, çox pis şeydir, yəni. Allah heç kimə göstərməsin. Sən özün bilsən ki, mən taksi sürücüsüyəm. Yəni bütün gün yollardayam, ora-bura. Sabahlıq mənim bir balaca işlərim var. Yəni sabahlıq mən alınmayacam, amma narahat olma. Birisi günləri imin əlaqə saxlayacam mütləq səninlə. Yəni Vüqar da gələr, nə bilim Məhəmməd də olacaq orada. Bir yerə ələ belə. İnanam ki, Vüqar bu dəfə ciddi formada gələcək. İnşallah. Bundan daşadınız. Gedərik, həmin o meyitin yeri haradır, birdən ora baxarıq. Meyiti oradan çıxardarıq, dediyim kimi, ya mənim qohumum gildə, ya da ki, bir başqa bir yeri var orada. Sus. Yəni, çünki orada olmağı böyük bir təhlükədir. Baş işlədə biraz. Ağ gilasdır Hə, bunda işləyir o, sayıcında işləyir. Heç nə əzizim, elə eləyərik. Yəni, bir dənə sabahlıq mən işlərimi yoluna qoyum. Amma bu söhbəti burada qalsın. Yəni, heç kimə danışılmasın bu söhbəti. Çünki ağzımızdan Vüqar sənə də aiddir, səndə bir balaca lağalağalıq var. Məhəmməd sən də yəni xahiş edirəm, bu söhbət burada qalsın ki, öz aramızda qalsın. Birisindən inşallah bu söhbəti gedib həll edərik. Yəni çıxardaq, aparaq, dediyin yerdə basıraq. Haydi, bir dənə sifariş olsaydı, bekarçılıqdan adam yuxu tutur. Zarfasız bu Selnurcu'nun işi ne oldu? Sen adam öldürmüşsünüz qardaş, get polisə təslim ol və yaxud da nə bilim ha. Allah mənim qəribə insanlar deyək. Ay insan, bilmirsiniz, günahın üstünü torpaqla örtmək olar. Amma vicdanın üstünü örtmək mümkün deyil. Valla siz yaşayan ölülərsiniz. Belə ki, mənə nə var görək də, görək nə olacaq. Oy, bomba kimi, 12 manat 30 qəpik. Getdi, hepsi bomba kimi. Ay, həmin yığım ona buna, görüm nə var, nə yox. İşdən, gücdən, ayısı. Orada Elvinə yığım kakras. Alo, abi kuş. Eliş nə tərsən, qaqa? Sağ ol, sen ne tersen?
Sağ ol, yaxşı olasan. İşin gücün yoxsa axşam oturaq söhbət eləyək. İşim var, təcili. Ha, yaxşı. Yaxşı görüşək. Ha, yaxşı. Oldu. Öpürəm. Salam aleyküm Aybadoğlu. Salam aleyküm, axşamın xeyir ağsaqqal. Bir müəssisəsinə maşınlara baxıram qardaş. Bunların əlindən deyəsən də parkovka ilə. Ya, Buyur dayı. Çox sağ ol. Sağ çox olasın. Allah razı olsun. Sağ ol. Çox sağ ol, Allah olsun. Ben marda qaldı ha bu elmin. Tərsiyləndir də. Gəlir ha. Ha, burada gözləyirəm. Gəl sat da, bayaqdan dayanmışam da gözləyirəm səni. Gəl sat. Ha, gəlirəm də qalxıram. Yaxşı. Nə olub, balaladın, gəldim də. Sən Nə var, nə yox? salam bir çat görə elə, bir əyləş. Nə olub, nə məsələ? Yox, ola təcili çağırırsan, nə məsələdir? Ha, iş var. Ay, belə, bir dənə çay süz görüm. Qəmbər. Yerin məndən yanında. də var. Nə yaxşı, o sərindir bura. Üçüncü mərtəbə. Sən elə bir nəsə Bir məsələ budur ki, sən özün biraz köhnə polissən də, indi əlin yolun uzundur, yollara əlin çatır. ha. Sən ki, mənim işim musiqidir, biraz da mal var, gəlməli, dayan mikrofonunuza, belə qalın xazat. Qalıb gömür işlər. Hə. Nətər bu tərəf atdırmaq olar? Valla narahat olma, problem deyil. Yəni malın gömrədə qalıb da belə başa düşdün. Hansel müəllimi yığaram, problem yoxdur, həll eləyərik. Narahatçılıq yoxdur. Şeydir, sən istəyirsən otur, mən 5 dəqiqə gəlirəm. Dən yığım Senura, bu Məhəmməd də götürüb gəlsin. Canavardılar da bunlar, bu dənə zəngilim bunlara. Alo, Haradasan? buradayam elə. Siz tərəfdəyim, siz tərəfdəyim məndə. Çempion var, Ay, yaxşı, hələ oradayım, ha. Yaxşı, yaxşı, gəl. Deyirəm bizdən o gecə siqaret istəyən oğlanla Elvinin nə əlaqəsi? Görəsən bu mənə qurulan oyundumu? Nədir? Başımı itirmişəm, bilmirəm hara gedim. Amma əsgər yoldaşım var idi, Onur. Şəmkirdə yaşayırdı. Bəlkə Şəmkirə gedim. Görəsən qapısını açar mənə. Heç bilmirəm də necə gedəcəm, Onurla necə danışacam vəziyyəti. Alo. Anur, mən satıram. 2 dəqiqə satıram. Yaxşı. Hoş gəlirsən qardaş, nə tərsən? Sağ ol, mən. Nə işte. Gəl. Yaxşı yadıma düşdü deyən görmə. Görün bu təzə klientin işləri necədir? Klient nədir? Cəmaatın dilinə düşübdür. Əməkdaş. Yaxşı qazanlar. Salam aleykum. Aleyküm salam. Necəsən qardaşım, keyfinə falan?
Sağlıqdan alım, sağ ol. Sən necəsən? Şükür yaxşıyam. İşlərin necədir? Reklam necə gedir? Hər şey qaydasındadır. Əladır. Gedir qaydasında, işlərlə işləyirik. Sənin işlərin necədir? Şükür Allah, elə bildiyin kimi reklam, qaçaqaz, çəkiliş. Gör nə deyirəm, satışlar varmı abi? Bəli. Satışlar əladır. Reklamdan da sonra lap əla olur. Maşallah. Əsl ürəyincədir hər şey. Super qardaş. Всё. Şükür bu günə. Sən gördüyün işlər necə ola bilər? Sağ ol qardaşım, sağ ol. Öpürəm, ürəyimsən, canımsan mənim. Qulluğundayam abi, nə vaxt lazım oldu xəbər eləyərsən inşallah. Sağ ol, başına dönərəm. Allaha əmanət olasın. Sən də qardaşım, öpürəm. Sağ ol, başına dönərəm. Sağ ol. Şükür bu günə. Allahın köməyindən bu da əla. Qəşəng buranın havası var ha. Çardağımıza xoş gəlibsən. Çox sağ ol. Elə Şəmkir həqiqətən gözəldir. Gözəl insanları var. Sən otur. Yaxşı bir çay gətirim. Şəmkir çayı. Yaxşı. Yaxşı qadın. Gətir. Gəlirəm mən. Selnur. Kənd havası nətərdir? Termos çayı. Əla. Özü ki səhər. Bax. Gül çiçəkdən dəmləmişəm. Selnur. Yadındadır səhər şikayətlə deyirlər şolu. Çatana çatırdın, çatmayana daş atırdın. Hədə. Yadındadır o günlər. Gözəl günlər. 10 ildir. 10 ildir səni görməməyiz. 10 ildir. Nətər gəldin? Gecə ilə nə yaxşı verə? 10 ildir görmürəm səni. İstədim gəlim yad eləyim səni. Sən mənim ən əziz dostum və qardaşım, əsgərlik yoldaşımsan. Bu qapı sənə həmişə üzüyə açıqdır. Sağ ol, Allah köməyin olsun. Allah sənin də canını sağ eləsin. Çox dəyərli qardaşsan elə. Bir kəlmə sənə zəng elədim. Dedin ki, baş üstə, gözüm üstə yerim var. Gəldim mən də. Sən mənim ən əziz qardaşımsan. Dəyişilibsən ha, saçın adın o vaxt başqa cür idi. Zaman dəyişir, insanlar dəyişir. Bugün düşündüyümüzü, bugün fikirləşdiyimizi sabah fikirləşmirik. Sabah başqa bir şeyləri fikirləşirik, başqa bir həyat haqqında düşünürük. Selnur, sən xoş gəlibsən. Gör sənə deyirəm. Sabah-sabahdır. Sən çayı iç, git qəşəng yuyun, yıxıl yat. Durandan sonra qəşəng yeyib içirik. Yaxşı, əməz qardaş, sən aparacam köyün qırağına, gəzməyə. Şəmkirimi sənə gəzdirəcəm. Yaxşı qadın. Bu TikTok insanları gecə ediyor. Ne gecemiz var ne gündüz var. Sev şeyler çəkirlər. Ama ağsaqqal kişidir. Allah xeyir eləsin. Bu ne yaxşı gəlir. 10 ildir mən bunu görmürəm. Allah onu xeyir eləsin. Yenə də xoş gəlir. Allah qonaqdır. Sabahın xeyir. Sabah. Qalx da yuxudan bir gedə bir balığa. Çox yorğun idim Anur. Yaman çox yatırsan. Çox yatdım bu günlərim. Bir yuyun, hə. Yuyunum Gedək. mən. İnşallah gedək gecə. Bizim vaxtlarımız olur. Gözəl günlər. Sən mənim telefonumu 2 gündür niyə qaldırmırsan? Mən sənə yığıram. Bu nə hərəkətdir ki? Qabağında uşaq var sənin, yoxsa necə? Necə yəni? Başa düşmədim mən səni. Sən düzgün hərəkət eləyirsən? Salam Elçi qardaş, bir dənə siqet verəriz də. Ödəmə kart olacaq. Kart olacaq qardaşım, kart. Sağ olun. Bu nə deməkdir? Alo.
Sən mən Salam. Sağ ol. Zəhmət olmasa siqaretiniz olmaz. Bir dənə. Siqaret var, siz xanımsız aha, çək. Nə olanda ki? Çox sağ olun. Zajqalkavız var. Var. Çox sağ olun. İndi gördüm telefonu tullazı nə məsələdir ki, soruşmaq Yoxsa olmaz. əsəbləşdim biraz ona görə. Niyə görə əsəbləşdiniz ki? Bir iş var idi, onu həll eləməli idim, amma alınmır. Nə məsələdir? Bir reklam firmasıdır. Obyektə reklam eləmək lazım idi. Pulumu götürüb vermir. Reklamı da eləməyib. Pulumu da götürüb. Cavab da vermir, telefona qalmışam belə, bilmirəm nə edim. Oturma olar. Buyurun, buyurun. Hə, ona görə də qalmışam belə ki, bilmirəm necə tapım o insanı, nə edim mən. Bu da əziyyət, bu da... Məsələ biz nədir xanım? Bəli. Bilmirəm nə qədər inandırıcı olacaq. Mən özüm məsələ reklam işlə məşğulam. Aha, Bu söhbətin də burada belə açılmağı mənə müəmmalı qaldı açığı. aha. Sizdə obyekt nə obyektidir ki, bəlkə bir köməyimiz dəydi? Restoranda. Nə restorandır? Yəni restorandır da. Lancıda yoxsa kafedə yoxsa? Kafedir, kafe kimi. İstəsə sizə köməklik eləmək olar. Başa düşürəm, siz çəkə bilərsiniz. Amma fakt olaraq mən pulu ona vermişəm axı, pulumu ala bilmirəm. Onu necə tapım, bəlkə siz kömək eləyə bilərsiniz mənə tapmağa. Baxmaq lazımdır, soruşmaq lazımdır. Kimdir bilmirəm. Bizim heç Yəni kimlə adını əlaqəmiz yox. versəm, agentinin adını da versəm, tapa bilərsiniz onu mənə. O Yəni problem əgər siz yox. reklam işi ilə məşğulsunuzsa, deməli çox adam tanıyırsınız. Tanıyırıq, amma agentlikləri tanımırıq da, biz özümüz iş görürük. Başa düşdüm. Açığı mənə də pis hala saldı, telefonunuzu falan tulladınız. Da əsəb bəlkə olanda insan necə olmalıdır, bilmirəm nə edeyim. Bizim səhifəmiz də var, istəsəniz baxarsınız sonra. Aha. İşlərimiz var, iş gördüyümüz obyektlər, məkanlar, şəxslər var, baxarsınız onlara. Siz nömrənizi də verə Hə, bilərsiniz də, nömrəmi də yəqin ki. götürərsiniz, hə, problem yoxdur. Deyərsiniz, əlaqə saxlayarıq, Aha. İnşallah köməkli eləyərik, narahat olmayın. İnşallah, Yaxşı. inşallah. Telefon deyəsən qırıldı bu arada. Yox, qırılmaz. Bir dəqiqə zəhmət olmasa götürüm telefonu. Yox, heç nə olmadı telefona. Salamatçılıqdır, şükür. Nömrəniz olar da yəqin ki. Hə, olar, niyə olmur, ben gözüm. Buyurun. Adınızı nə yazım? Sərvaroğlu reklam agentliyi yazın, yetərli. Tamam. Siqaret də qutardı, yerə siqaret atmaq olmaz, cərimədir. Mən gedim, özünüzə yaxşı baxın, Oldu, əlaqə çox sağ saxlayarıq. olun, sağ olun, sağ olun. Ya qardaş, anamın qəbridir. Allah burada yatanlara rəhmət eləsin. Amin. Bismillahirrahmanirrahim. Anam Hüsniyə xanımın ruhuna salam və salavat verir. Allahümme salli ala Muhammed. Ali Muhammed. Bismillah. Allah rəhmət eləsin. Ana, sən olur, mənim varım yoxum, bir anam var idi. Allah rəhmət eləsin keçənlərimizə. Bir atam qaldı, bir dənə də oğlum. Gəl, tax o gülləri. Sən olur. Allah keçənlərinə rəhmət eləsin. Çox sağ ol. İndi də gedək, kürün qıranda bir balıq tutaq, bir çəkək. Ya Allah, bismillah. Getdik. Verəm sənlər, çox yox. Bir dənə balıq tutaq, axşam gedək qəşəng yeyib içirik. Kabab, nətərdir? Kənddə necədir vəziyyət? Anır. Şükür Allah'a. Hər şey yaxşıdır. Əkinlik ki, belədir. İnşallah bir yaxınlarda gələcəm Bakıya. Bakıya mənim bir dənə istəyirəm oğlum var. Ha, Allah canı sağ olasın. Sağ ol. Oğlun var idi sənin onda. Ha, bir dənə oğlum var. Allah bütün balaları sağlasın. İnşallah sən də bir gün gəl Bakıya. İnşallah. Anır. Yaxın mənim dostlarım var. Gözəl qardaşlardır. Sən də onlarla tanış eləyərəm. İnşallah. Sənin dostların var. Sənin qulluğunda olarıq. İnşallah sən yaxşı oğlansan. Allah can sağlığı versin sənə. Sənin evladını da Allah gözdə olsun versin sənə. Sağ ol. Sağ ol. Harda qaldı? Gecə saat 11 oldu. Yəni neçəyə qədər bunu gözləyəcək buna?
Ha bu nədir qaqa? Başıma dönərəm, ədəbədən bu düşür də, başqa nə düşür ki, interesli adamsan sən. ƏDV-dən bu düşür, ƏDV-dən almışam bunu. Bəs nə, pulu güclə yığmışam, qəpi yığmışam, mən. ƏDV nədir qaqa? 1941 zədədən hardan əkişdirsən sən bunu? Qəpi yığmışam, ədəbəyin maşınıdır ya, kişinə danışsan. Düşüyorum aşağı, yaxşı saxla görüm, düş aşağı. Ay, interesli adamsan sən. Camaatın başı zirzibildədir. Sən gedib nə almısan iki daşın arasında? ƏDV ilə maşın almaq. Dur, maşın deyir, buna baxırsan. Arxa-arxaya nə tər verirsən, yaxşı. Əllə tər. Yox, əllə belə oradan qulpuna tutub aparırım. Apar, arxa-arxaya yapar görmənə, yaxşı arxa-arxaya yapar. Sönübdə da. Apar da apar baxın. Bunu belə çəkən gəlir də özü. Amma qaqa, gəl camaat bizi gözü, gəl apar görüm. Maşın deyir qaqa. Bərəkətinə qurban olum. Ay, camaat nə hayda, sən nə hayda. Ay, gedib bir adam vurmuşsuzdularsa, mən nə soruşdu. Sən həqiqət kalla gedən adamsan, nə qədər. ƏDV ilə maşın alırlar, xəstəsən. Ay, mənim gücüm odur. Xoşuma gəlmədi. Qalx, Elvin bizi gözləyir, gəl dur biraz. Elvin də ki, Allah saxlamış. Gir görüm içəri. Abi xəstədir ya. Necəsən, kişik nə var, nə yox. Sağ vəziyyət nə tərdir? Necəsən, biraz nə var? Ay, harada qalsa ƏDV ilə maşın alıb kişini. Görmüsən bu maşını? Aşağıda bir dənə maşın var, düşüb baxarsan sən də. Edib ƏDV ilə maşın alıb. Ay, yığdığın pul o düşəcək də, başqa nə düşməlidir ki? Qəpik, 5 qəpik, 10 qəpik, 20 qəpik. Qalinvagen, deyək qaqam, Qalinvagen. Doğrudan deyirsən, dünən mənə düz deyə zəng eləmişik, deyir Qalinvagen almışam, dedim, xeyirli olsun. Bilmədim nə, balaca maşındır orada. Ay, nə Qalinvagen, düş aşağı bax, elə bir Kinderdən toy boxdan çıxıbdır, padarka veribdələr buna. Sən də pul vermişsən ona sən? Bəs nə? Abi, dəlidir. Tanımırsan, o. Camaat nə hayda, biz bura nəyə yığışmışıq? Hərə bir haydadır. Peskom gəlim, çağırmışam, gəlmişəm də. Gətirib məni bura kimi, yer də. Ay, maşın başını bıraxıb, bunu bildik. Amaran məsələsi nə ilə qalır? Xoş gəlsən. Sağ ol. Geç. Yemək hazırdır. Mənim qardaşım. Xoş gəlsən, keçəyləş. Sağ ol, Allah köməyin olsun. Şəmkirin kebabı gözəl olur ha, maşallah. Bəli, təbii havası da gözəldir. Gözəl. Cənnət. Necəsən? Yaxşısan? Şükür, yaxşıyam. Bəyəndin Şəmkiri? Bəyəndim, çox gözəldir. Çox yaxşı. İndi qəşəng yeyək, içək, biraz söhbət edək, görək nə var, nə yox. 10 ildə nə edirsən, nə varıbsan, nə işlər görürsən. Şükür Allaha yaxşıdır, çox bəyəndim. Allah sənin də canını sağ eləsin ki, elə sənə bir əziyyət verdim, gəldim, düzdür. Yəni, fikrimdən çıxmaqdan yenə də demək artıq çıxmasın. 10 ildir görmürdük bir-birimizi. Bugün gördüm, daha da mən xoşbəxt oldum ki, elə burada sənin yanındayım. İndi kebablar inşallah hazır olsun, çörək yeyək, söhbət edərik. Yaxşı. Gedək kebablara baxaq görək nə demiş. Qaqa, yekunlar bu şitliyi zadı qoy bir qırağa. Sən o bir səhv eləyib, yanlışlıq eləyib, səhvən olub, hər nədir. Biz adam bastırmışıq. Başa düşə bilirsən, bunun biraz ciddiyyətinə var. Camaat vicdan əzabı çəkir, başa düşürsən? Hə, vicdan onun bir özünə, bir də ki, əynidəki krokodil dərisinin onun remeninə yaraşır. Onda vicdan var, hə. İnsan birini öldürəndə gərək 2 qəbir qaçsın. Necə bəyəm qardaşım? Necə yəni 2 qəbir qaçsın? Nə demək? Birini özü üçün, birini də gərək vicdanı üçün. Başladı da bu filosof da. Yekunlaş da, ay filosof, yekunlaş. Mənim əziz qardaşım, xoş gəlirsən. Bunu da içirik oğlumun sağlığına. Allah bütün balalarımızı qorusun, yaxlasın. Amin. Xoş gəlirsən. Qardaşım, sağ ol. Anır, oğlum deyirsən, Allah səni sağ eləsin. Çağır gəlsin, bizimlə otursun, bir çörək yesin də. Mənim əziz qardaşım, Allah bütün balaları saxlasın. Mənim oğlum Bakıdadır. Hal-hazırda oxuyur. Allah sağlasın qardaşım. Sağ ol qıram. Deyirəm könlümə düşdü. Gəl onu döşək, uşağa zəng edin, ağar. Bu nömrəyə rəng çatmır. Telefonu ya söndürür, ya da... Deyirəm, Selinur, mənim oğlum bu süfrədə iştirak eləməsə də ürəyi buradadır. O mənim aslan parçamdır, bax bir şəkildə. Selinur. Ay Selinur. Sən nə? Ay sən nə? Amma fikrə getdin, nə oldu? Heç nə qardaşım, heç nə. Görən iyi də. Allah düz doğrusu versin. Sağ ol, mənim aslan parçamda.
Onu canımdan da çox istəyirəm. Amma bu Selnur Hanımın xəbərimiz var. Nömrəsini də yığıram sənin çatın nömrəsinə. Dünənləri mən də zəng elədim. Mən də zəngimi götürmə telefonu zada. Mən yığmamışam, bundan xəbərim yoxdur. Sən o heç kimi yığmırsan. Sənə cəmaət yığır. Sən kimi yığırsan? Ay sən gün olsan ya. Bu dəlidir bu. Yoxdur da. Sən fərdi adama sual verirsən. Gör nə deyirəm qaqa. Nağara bu Selnur məsələn sən nəsə tapa bildin, mövzu tapa bildin. Neyə? Yox. Selnur gəlsin ki, söhbət eləyək. Yəni ortalıqda tapılmır Selnur. Nəysə, bunu da içək. Bütün dostların sağlığına. Xoş gəlsən bir daha Şəmkir elinə. Mənim əzizim. Nə deyirsən, keyfləndi. Sağ ol. Nəsə fikirlisən Selnur? Çək danışarıq da. Nə danışırsan? Sən sabahdan baxarım rəngin ağarır, bozarır. Sənin olur. Nəsə problem varsa denə. İçək. Sağ ol. Sənin oğlun kimin yanındadır? Mənim oğlum orada məktəbdə oxuyur. Qohum yanındadır. Harda yaşayır? Harda var? Nərman oldu. Sən yaman fikrə getdin, belə alamaçılıqdır qardaş. Sənə bir söz demək istəyirəm. Qəndi verdimi? Deyirəm sənlə danışmışdı. Dedim mənlə danışdı, gəlirdi mənim yanıma. Necə yəni? Dünən? Ha, dünən səndən buradan çıxanda onunla danışdım da gəlməliydi o. Dedi satıram. Dünən nə vaxt ki? Sən gəldi, sən durdun çıxdın ev ayra. Həmin ərəfədə mən danışdım. Görürsən Vüqara zəng eləyib. Bəs burada nə məsələdir? Selnur da yoxdur ortalıqda, nömrəsinə zəng satmır. Görürsən nələr qarışdırır bu yenə ortalıqda. Bu sözü necə qəbul eləyəcəksən? Düşünürəm. Yəni dilim söz tutmur da deməyə, yəni çox pis vəziyyətdəyəm. Anur, istəyirəm biləsən də, yəni. Mən sənə bir söz demək istəyirəm. Bilmirəm necə doğru olacaq, necə nə olacaq. Mən sənin telefonunda şəkil gördüm. Mən düzdür, bilmirdim. Yəni ilk dəfədir mən gördüm ki, sənin evladındır. Nə oldu bu? Sən nə olub? Dəli elədin mi sən? Mən 2 gün əvvəl getdiyim yerdə, yolda mənim qarşıma, maşımın qarşısına bir uşaq çıxdı velosipedlə. Ay sən nə danışırsan, nə uşaq? Ay sən nə demə? Dəli olubsan sən? Sən nə qaçıqlıysan ha? Elvin! Kəndiri get bura! Hamımızın əvvəl-axır gəlib çıxacaq yer buradır. Deyir, nə dünyadan xəbərlər var, nə dünya problemləri çəkirlər. Əbədi yuxuya gediblər. Mən bunların yanından yaxşı durdum, getdim. Onların yanında oturanda bütün baş beynim gedir. Vüqar bir tərəfdən, Elvin bir tərəfdən. Hərəsinin başı bir cür işləyir də. Mənə lazımdır. Başım deyinc, ayağım deyinc. Qurbanım Allah. Mənəviyyatı gücləndirmək lazımdır. Zarafat deyil, bu boyda günah elədik. Ay sən nə demə? Mən səndən nə qarım indi? Ay sən mənim ümidimi əlimdən aldın ya. Ay sən mənim uşağımı əlimdən aldın ki. Sən nə demə? Ay sən nə demə? Ay sən nə qardın? Sən nə edin? Sən nə qardın? Sən mən nə edin? Bax bu səni mən nə edin burada? Ay yazıq. Elvin! Ana bu. Elvin! Elvin!
Ay dayı, ay dayı. Haradasan qal küçük? Gel görün bura. Hey, ana bu? Aşağını zatın lan nehle. Açtı. Uğraş. Sen neydin? Sen ne gördün ha? Kendini get bura! Salam aleyküm. Kardeşim 2 dəqiqə telefonu verə bilərsən mənə? Zəng eləməliyəm. Buyur, buyur. Alo. Məhəmməd hardasan? Sırasına gəl Şəmkirə. Gəl mənə götürmək lazımdır sırasına. Konum atalım sənə indi bu dəqiqə. Tez. Tapın o alçağı. Bilmirəm. Qaçdı. Sizin işinizin adı nədir ki? Mənə o Senluru axtar tap! Məni cin atına mindirməyin. O kəndin kəsənin içində mən biabır olmuşum. O kişi, mən iş adamıyam. Sənin işinin adı nədir? Tapın onu, mənə gətirin ofisə. Uzaqda deyil, o kəndin içindədir. O haradasa gizlənib, o kırırsa. Sizdən xəbər gözləyirəm, cəld olun biraz. Yaxşı mı? Davay. Ay, mən nağarım ha. Bu mənim başıma nə oyun açdı? Mən nağarım ha. Bunu mən necə tapım ha? Kimlərə zəng eləyim ha? Oğlum, sənə söz verirəm, qisasın yerdə qalmayacaq. Gül kimi şahım getdi. Salam Murad, necəsən, nə var nə? Necəsən ay bura? Keyfin əhvalı. Sağ ol qardaş, xoş gəlmişsən. Qardaşım, bir müşkülümüz var. Sənin vaxtını çox almayacağam mən. Sən bunu götür. Həmişəki qiymət. Mən bunu da sənə konumunu atıram. Konumu atdım sənə. Həmin konumdadır maşın. O həyətdən o maşını götürüb Bakıya çatdırmaq lazımdır. Onu da sən biləsən. Qardaş, sənin məsələn elə bil ki, həll olundu. Qardaş, sən Şəmkir tərəfdəsən. Sənə bir konumu atacağam. Gedirsən o konuma,
hal-hazırda atdığım konuma. Gedib orada maşın var, onu götürüb Bakıya çatdırmalısan. Summa nədir? Hesabı o göndərəcəm. Sən mənə niyə yalan danışırsan Vəfa? Nə yalan danışmışam mən sənə? Yalan danışırsan da sən Nədə, mənə. harada tutmusan sən məni? Sən burada nə gəzirsən? Gəzməyə gəlmişəm. Niyə? Səbəb burada. Gəlmişəm gəzməyə, yaydı gəlmişəm gəzməyə. Deyirsən ki, gəlmişəm. Hə, gəlmişəm də. Bura sənin üçün nə gəzmək idi bura? Sağ ol. Bura gəl deyirəm sənə. Sən telefonlarıma niyə cavab vermirsən sən? İstəmirəm, çünki səninlə danışmıram mən. İstəmirəm cavab verməyəm. Sən günah hamısı səndədir sənə. Məndən əl vurma mənə. Nə istəyirsən məndən? Sən səhvsən Mən deyirəm. səhv deyiləm. Bəsdir, sağ ol. Bunlarla onda oturanda bütün işlərim alt üst olur. Gedim elə biraz işləyim, pul qazanım. Kreditin zadında vaxtıdır. Bir dənə taksi gəlsəydi. Axşamınız xeyir olsun. Zəhmət olmasa mənim qabaqda düşürdə bilərsiniz. Bəli, düşürəm. Bir dənə sumkam ağırdır, Tamam. bir dənə kömək eləyə bilərdiniz. Sizə zəhmət, mən zəhmət olmasa orada qabaqda mən düşəndə sumkamı düşürdərdiniz də mənim üçün. Problem yoxdur, kömək eləyərəm. О, Масю, привет! Can, Xanım, buyurun sumkadız. çox sağ olun. Anna, Elvin, neçə illər biraz hardasan? baş qarışıq idi. Gəl keçək bizim masaya bir dənə çay içək, söhbət edək. Ay Elvin, sən haralardaydın? Sən o qədər axtarmışam. Səbəb, hara etmirsən, hardaydın sən? Nə bilim, biraz problemlər oldu, baş qarışıq oldu. Yəni, düzü belə nömrəmiz adını da dəyişdim. Ondan sonra səni də çox axtardım mən. Yəni, əlaqə şey deyənmədim, tapanmadım səni də. Düzü çoxdan da axtardım. Bu təsadüf elə mənim özümə də çox xoş oldu ki, xanımı yəni, təsadüfən gətirdim, səni gördüm burada. Yəni, həqiqətən də mənə çox xoş oldu. Hə, amma nömrəmi də verdim, götürdüm. Sənin nömrəndə var, inşallah əlaqə saxlayarıq. Prosta mənə bağışla, biraz işlərim var, mən durum. İnşallah əlaqə saxlayarım, görüşərik də. Sağ ol. Sağ ol, xanım. Sağ olun, sağ olun. Yansı gedim qaldı. Maaş, sən bu oğlanı hardan tanıyırsan ki? Xeyirdir? Hə, canım, uzun məsələdir. Amma sən bilirsən ki, mən Rusiyada işləyirəm, agentəm. Bu da burada keçmiş polis mayoru idi. Əlaqəmiz var idi, mənlə danışırdı. Elə buradakılar elə biliblər ki, bu Azərbaycana xəyanət eləyir. Ona görə bunu işdən çıxardıblar. Amma bunun heç bir günahı yoxdur, səbəb yoxdur, səbəb olmayan bir yerdə. Bildim, sən onu başa sal da bir gün. İndi başa salaram da. Ona görə onu görəndə xəcalət çəkdim, ona görə dəvət elədim. Düz elədin. Amma sən onu hardan tanıyırsan? Yox, mən onu tanımıram. Mən sadəcə olaraq yoldaydım, taksi əl elədim, taksi saxladım, mən də oturdum, gəldim. Başqa iş. Anladım. Mən onu tanımıram. Heç nə Vəfa. Amma onu bil ki, bu həyatda mən sənə çox dəyər vermişdim. Heç vaxtı səndən başqasını gözümdə görməmişəm. Görsən harda qaldı? Gör neçə illərdir görüşmürük. Təsadüfə bax ya, Allahın təsadüfü. Necə çıxartdı qarşıma. Salam, nə tərsən? Buyur, əyləş. Nətər gəldin, necə gəldin?
Heç gəlmir. Rahat tapa bildim buranı. Rahat. Mən səndən incimişəm. Biz axı neçə illəri tanıyırdıq bir-birimizə. Dostdan da daha yaxın idi. Səbəb. İnanırsan biraz baş qarışıq oldu, problemlər oldu, sənin bilmədiyin çox şeylər oldu. Nömrəni dəyişdim, sənin nömrəni nə qədər axtardım, yəni tanıyanlardan soraqlaşdım. Amma təəssüf ki, əlim çatmadı sənə. Hər tərəf axtardım. Amma keçən səfərki bizim təsadüfən görüşməyimiz də çox xoş oldu. İnanırsan, o gündən indiyənə kimi özümə gələnmirəm ki, yəni, bu realdırmı, yoxsa yuxudurmu? Axı mənim niyə? Mən sənə burada daha çox yaxın insan idim. Bizim iş dünyamız tam başqa. Amma bizim ilişkimiz... Düzdür, bizim əlbəttə, yəni şəxsi həyatımızla iş həyatımızı qarışdırmalı deyildik. Sözü yenə deyirəm, məndə olan problemlər, məndə olan sıxıntılar, yəni bunlar səbəb Bu problemləri biz bir yerdə həll edə bilərdik də. Əlbəttə, düzdür. Mənim əlim bilirsən hər yerdə çatır. Düzdür, orası da prosto bir balaca başqa, sənin bilmədiyin şeylər oldu Düzdür, ortalıqda. biz bu Qosudarstvaya xəyanət elədik. Bəli. Amma bu tam başqadır da, amma bizim münasibətimiz... Düz deyirsən, mən sənə razıyam. Sadəcə gəl belə eləyək, hər şeyi unudaq olanları, yeni bir səhifə açaq, hər şeyi yenidən başlayaq. Bu 3 il ərzində sənin həyatında heç kim olmuyor. Düzdür, dediyim bəlkə inandırıcı olmaz, amma yox. Yəni, axırınızda səndən başqa heç kim olmuyor mən bilirəm. Onda gəl gedək bu gecəni bir yerdə. Mənim podruqam çağırır. Prosta ona demişəm ki, mənə bir vacib görüşüm var, oradan çıxıb gələcəm. Razısansa bir yerdə gedək, orada da davam edək. Tamam, gedək onda. Yaxşı. Hara gedirik şimdi biz? Yadında da o gün maşınla qız gətirmişdin, hə? Vəfa. Hə. Bax o çağırır, onun yanına gedirik. Bir dənə də bu Anna gəlib çıxsaydı, bir amca gəzərdim onu ilə. Yay da qutardı. Adamın dörəyi sıxılır. Yay da belə bitdi. Nə dənizə getdik, nə dincələ bildik. Gel mumum bazı, gel. Daha gözləməkdən neynəməliyəm, səninlə oynayayım da biraz. Hə, Mustanım, gel. Ne olmuştu kuzum var? Tek kalmışsın burada. Aycan. Nədir? Aycan, mən gedim. Deyəsən çayım gəlib, gedim çayımı içim. Sağ ol Toto, sağ ol. Gedək çayımızı içək, Anna da gəlsin. Biraz söhbət eləyək, görək. Nə olur, nə inirik? Canı yanmış, nə qəşən yerdə oturur. Ha, maraqlı yerdə. yerdə. Vəfa oradadır. Gəl baxaq görür Gedək. neyinir. Mənə çoxdandan gözləyir. Salam ay ürəyim, necəsən, neyinirsən can? Çox sağ ol, sən necəsən? Çox gözlətdim səni. Da, çox gözlədim, salam aleyküm. Necəsən? Amma dəyər də yəni. Dəyər, dəyər. Keçib buyurun, əyləsin. Mən səni tək gözləyirdim, nə əcəbsən? Bilirsən necə, gəlirdim, yolda zəng elədi ki, biz görüşək. Ona görə biraz gecikdim də, özürlü sayarsan Eyb da. yox, bayaqdan səni gözləyirəm. Deyirəm, görürsən bu qız harda qaldı? Gəzə-gəzə itlərlə oynayırdım burada. Görürsən də harda qaldım. Qardaş, oradan bir dənə stəkan zəhmət olmasa. Bir stəkan niyə? 2 dənə stəkandır. Mən də tanışımı çağırım, o da gəlsin. Mən niyə tək oturmalıyam? Tanımadmışam, əgər işin yoxdursa, dur gəl də yanıma. Hə, yaxşı Vəfa, gələrəm, yaxşı. Qardaşım, bu konum haradır? Bir dənə baxa bilərsiniz deyir. Biz gəlmişsiniz. Məkandır bura. Məkandır bura. Oldu, çox sağ olun. Bakıda məkandır. Sağ ol, sağ ol. Sağ ol. Nətər oldu o sonra? Elvin? Sen ne olur? Ne tersen kardeş? Var bir-birlərini tanıyırlar. Tamam. Sen neyse, öyle şöyle. Haralardasın, ki sen neçə gün səni tapanmıram. Ümumiyyətlə tanışsınızdır. Necə oldu? Yəni, oradan şoka düşdüm mən. Vəfa mənim illərdir tanıdığım yaxınımdır. Bəs sən hara, bura hara? Bizim söhbət senin ortam fərqlidir. Yəni başqa mövzularda inşallah ikimiz olanda danışarıq ətraflı. İndi mənə bir dənə bağışlayın, mən bir dənə gəlirəm. Mən bağışlayın gəlim. Tamam.
Nə olub ay Seynur sənə? Xəstəsən ailələr bilirsən, nə olub ay? Ay sənə görə mən. Qızlar eşitdi sanki. Mən sənə görə çıxmışam, getmişəm buradan. Nə məsələdir Seynur? Nə məsələdir? O günlərim keçən səfər sizi görürəm burada. Yuqar mənə zəng eləyib, gəl oturmuşuq, çay içirik, gəl bura. Səni görürəm yanında. Mən adam vuranda həmən məndən siqaret istəyən adam var idi orada. Məndən siqaret istəyirdi. Həmən adamı görmüşəm səndən üzbəüz. Valla sən xəstəsən, o başqa kişi. Həmən adam idi o. Sən dəlisən, o başqa tema üçün gəlib danışaram sənə. Qardaşım, onu mən səndən üzbəüz gördüm. Hə də, əzizim, mənimlə ay kişi, o deyirəm, başqa tema üçün gəlib. Sən nə danışsan, bilmirsən, qıraqdan səbəbini gördün bəlkə. O başqa bir məsələ üçün gəlib. O atasının bir məsələsi vardı, onu danışmağa gəlib mənə ilə. Məndən kömək istəyirsən, nə danışsan? Heç mənim xəbərim yoxdur o Bunlar kimdir bəs? Bunlar bəs Vəfa hara, sən hara? Vəfanı mən tanımırdım. Vəfa mənim taksimə mindi. Vəfa sadəcə yolda əl elədi, mənə şey elədi. Gəldi Vəfa ilə Vəfanı gətirəndə baxdım fabrikası çıxdı. Mənim neçə illik tanışım. Yəni mənimlə bir yerdə işləyən, mənimlə iş birliyi olan həmin o xanımdır. Vəfanı ümumiyyətlə mən tanımırdım. Ondan sonra mənim söhbətimi kimsə bilmir ki. Heç kim bilmir. Sən dəlisən, biz dostuq. Xəstəsən, sən başın çatmır. Həmin o gördüyün şey də başqa şeydir. Mən də deyirəm, bax hara qaçsın, hara yox qaçsın. Bilmirəm nə. Neçə vaxtı sən axtarırıq, kim məsələn biz sən deyək. Nəysə ay Seynur, buralıq söhbət deyil. İnşallah oturub sabahlar ətraflı uşaqlarla da bir yerdə danışaq. Sən xəstəsən, nə düşünürsən ha? Biz dostuq ha kişi, o nə deməkdir? Başın xarabdır sənin. Bu nə hərəkətdir ha kişi? Bizlərin yanında panik eləmək. Heç nə. Hər şey yaxşıdır. Hər şey yaxşıdır. Bir dənə prosta bizə maraqlıdır. Sizin tanışlığınız necə olub? Bu mənim dostum. Sonra danışarıq, hə. Yaxşı. Hə, uzun söhbətdir. Çünki maraqlıdır. Sən mənim dostum, bu bunun podruqası. Yəni gör Olur da, necə həyat rastlaşdıq. belədir də. Salam qaqa, necəsən, nə var, nə yox? Heç mən bir iş tapşırmışdım, məsələn, kömür məsələsi. O məsələ nə yerdə qaldı? Getdi. Salam qaqa, necəsən, nə var, nə yox? Heç mən bir iş tapşırmışdım, məsələn, kömür məsələsi. O məsələ nə yerdə qaldı? Salam abi, salam, nətərsən? Qardaşım, Azər müəllimdədir sənin malların. Sənə mən indi konum atacam. Həmin o konum üzrə gedərsən, götürərsən. Hə, bir də ki, bir şey sənə deyim. Nəsə dünənlər Seynur gördüm, özünü çox qəribə aparırdı. Heç nə. O, şimdi axşam danışarıq vaxtda görüşüb. Öpürəm. O, şimdi axşam danışarıq vaxtda görüşüb. Öpürəm. Şükür Allah, məsələ həll olundu. Şükür. Əslində çox ciddi məsələdir. Bir çox zarafata salmışam mən. Necə kömək edim hə bunlara? Alo, Elvin, nətərsən qaqa, nə var, nə yox? Qaqa, bu 2 gün idi Seynurdan xəbər yox idi axı. Bunu getdim mən Şəmşirdən gətirəndə, qaqa, bunun üstü başı qan idi, pis gündə idi. Nə danışsan, nə qan, nə Şəmkir. Mən dünənlər Seynuru gördüm axı dəniz qırağında. Onun dəniz qırağında nə işi var idi ki? Düzdür, özün biraz çox qəribə aparırdı. Bu axşam görüşək, Vüqara xəbər elə, Vüqarı da sən götür gəl, axşam görüşək, bir dənə söhbət eləyək. Görək nə məsələdir bu, mənə də danışmadı heç. Nə qaqam, axşam görüşüb danışarıq, telefonluq məsələ deyil. Yaxşı, yaxşı, axşam görüşək, söhbət eləyərik. Mən indi gedirəm Seynur gilə. Davay, davay. Buna niyə zəng çatmadı ki? Alo. Salam. Necəsən ürəyim? Yaxşıyam şükür. Qulaq as mənə, Seynura yığıram, mənə ad boy ver də. Sonra bir zəng vurdum təzdən, oca zəng çatmır. Ola bilsin zaryatkası yoxdur da, bu normaldır da can. Niyə belə narahat olursan ki? Keçən səfər biraz aramızda mübahisəmiz oldu, ona görə narahatam da, həm də görüşməliydik bu günləri. İndi yığıram, mənə cavab vermir, ad boy verdi, sonra da telefonu söndürdü. Nəysə, boş ver, narahat olma. Elvin onun dostudur. Maraqlanaram, o bilər hardadır. Yaxşı, oldu canım, oldu.
Yatıb neynir bu? Yatıb elə də bu. Selnur. Ay Selnur. Selnur, durmusan bura? Rahat yata bildin? Şükür qaqa, sağ ol. Gör nə deyirəm, mənim çox vaxtım yoxdur. Mən gedirəm o bir evə, evin açarını verim sənə. Gəl bunu. Götür evin açarını. Mən gedirəm o bir evə. Sən burada rahat bir müddətlik qal o məsələ bağlanana qədər. Yaxşı? Gedək mənə bir dənə yol sal. Arxanda qapını bağla. Mən getdim. Yaxşı. Gəl. Başqa da nəsə lazım olsa, mənə xəbər eləyərsən, gələrəm. Yaxşımı? Yaxşı. Siqetin yoxdur, Məhəmməd. Siqet? Yox, mağazadan götürüb gələrəm. Yaxşı. Salam əleykum. Cinayət axtarışdan. Buyurun, nə məsələdir, rəis? Siz kimsiniz? Mənim dostumun evidir, rəis, qonaq gəlmişəm. Selnurdur, rəis. Dostumdur, nə məsələdir ki, nə olub ki? Bu uşağı tanıyırsınız? Yox, rəis, tanımıram, nə məsələdir ki? Kimdir ki bu uşaq? Bu uşaq 3 gündə itkin düşüb. Görüb eləsəniz, dərhal 102-yə məlumat verərsiniz. Oldu. Sağ olun. Sağ ol, rəis, sağ ol. Sağ ol. Bu da son. Bu da son nədir, qaqa? Bir səbirli ol da. Gedib nə işdiyiniz də eləyib, yabırsın. Gördün Məhəmməd. Zibilə çıxdı söhbətin, nə işdir? Gördüm polis yandı. Sən gör nə deyirəm, mən gedirəm, eşidirsən, vaxt öldürməyək boş-boşuna. Mənim sahəmdə 8-ci məhəllə 2-ci ev şübhəlidir. Dərhal nəzarətə götürülsün. Mən gedirəm, yaxşı, sən evdə otur, axşam xəbərləşək görüşək. Mənim işlərim var, getdim mən, yaxşı? Evdə ol, xəbər eləyəcəm sənə. Keçdik zibilə. Polis vaxtıydı. Selnur batsanmız batdıq. Əllə ayaqlı getdik. Oldu müəllim. Baş üstə həll eləyərəm. Ayda, bu Məhəmməd mən nəzibilə saldı. Mən neynədim? Mən neynəyəcəm? Mən nə qayıracam? Məhəmməd, sən hardasan? Sənə zəng eləyirəm, zəng çatmır. Bu mesajı oxuyan kimi mən əlaqə saxla. Ya da bilirsən nə var? Mən gedirəm evə, gəl bizə. Yarım saata səni gözləyirəm. Axır ki, telefon açıldı ya. Kənan mənə yazıb, Məhəmməd, sən hardasan? Sənə zəng eləyirəm, zəng çatmır. Telefon xarab olsun Bu ki. mesajı oxuyan kimi mən əlaqə saxla. Hə. Ya da bilirsən nə var? Mən gedirəm evə, gəl bizə. Yarım saata səni gözləyirəm. Bu nə səs tonu deyə məndən danışır? Niyə şox məndən belə danışmıyor axı? Gedim görüm nə məsələdir. Salam qaqa, salam. Telefon xarab olmuş deyə qaqa, sönmüşdü telefon, indi açılıb telefon. Problem yoxdur qardaşım. Gəlirəm. Mən bir yarım saat gələcəm, sizə çatacam. Qapı çıxdı. Kənan. Evdəsən, ay Kənan. Qaqa, o nə səsdir mən atmışsan? Səndən işim var. Nə səs qardaşım, nə səs?
Mənə səs atmısan ki, gəl səninlə işim var, nə məsələ? Aa, bir dəqiqə deyərsiniz. Mən səni bu dəqiqə öldürmürəm. Qaqa, bir dəqiqə gözlə görüm. Əli qol atma, səbirli ol qardaşım. Oturaq söhbət edək, nə məsələ? Qardaşım, nə səbir? Nə səbir? Sən məni zibilə qoymusan. Ay, nə Mən bu zibili dəqiqə zibilin qardaşım? içindəyəm. Gəl keçək oturaq 5 dəqiqə görək nə məsələdir qaqa. Bir elə əli qol atırsan gələn kimi. Qardaşım, sən məni elə bir zibilə salmısan ki, Nə zibili? sən bilirsən nə eləmsən? Sən nə Şəmkirdə ən böyük adamların həyatından mənə maşın oğurlatdırmısan. Bir dəqiqə mənim başım problemdədir. Bir dəqiqə yaxşı deyən görüm kimin evindən, bura? Nə mənim sənə dediyim zakaz? Bəli, bəli, sənin mənə dediyin zakaz. Qardaşım, mənim o adamlara xəbərim yoxdur ki. Qardaşım, xəbərin olmadığı şey niyə gəlib mənə deyirsən? Yox, yəni bilmirdim elə adamlardı da, başa düşdün necə? Mən nə edeyim indi? Mən necə eləyim? Bu necə çıxım bu zibildən? Qaqa, bir dəqiqə səbirli ol, eşidirsən məni diqqətlə qulaq as. O adamları mən tanımıram. Bu bir. İkincisi qardaşım, o adam Selnur yəni Selnurla əlaqəsi olan adamdır. Selnur onlara gedir. Başa düşdün necə? Oradan çıxanda biz də söhbəti təzəlik çövgənmişik. Başa düşdün necə? O Selnurun əsgər yoldaşıdır. Köhnə əsgər yoldaşıdır. Diqqətlə mənə qulaq as. Mən də sənin kimiyəm də, brat. Vəziyyət pisdir. Mən də sənə görsən, sən getmirsən, mən də ortada gedirəm. Selnur necə çıxdı vəziyyətdən, səni də çıxaracaq. O əsgər yoldaşıdır onun. Bilmirik nə haqq hesabdır. Selnur biz azdan çoxdan danışdı məsələni. Başa düşdün? İndi biz onun aydınlığını gətirməliyik. Bizim özümüzün başı zibildədir. Sənin bilmədiyin çox şey var. Qardaşım, mən bu dəqiqə elə bir vəziyyətdəyəm ki, məni necə zibilə salmısansa, o zibildən də məni çıxartmalısan. Qardaşım, diqqətlə mənə qulaq as. Yenə deyirəm sənə. Onun Selnurla əlaqəsi var. Mən adamı tanımıram. Başa düşdün? Selnur məndən xahiş elədi, bizə göstərdük. Bu qədər bəsit. Sən səbirli ol, 1-2 gün mənə vaxt ver. Sən zibildəsənsə, mən də zibildəyəm onsuz da. Pulu ilə deyil, bura pulu ilə həll eləmişik. Biz yaxınıq, başa düşürsən? Bir dənə məsələni qaydasına qoyaq. O məsələni də qaydasına qoyacaq. Selnurla danışacağam məsələni. Haralardasan, haralardasan, əyləş. Vaxtımız yoxdur, söhbət eləməliyik. Söhbət Ha, eləməliyik. vaxtdan çox vaxt var, nə deməkdir? Bu gün Məhəmmədgildə idim. Qapıya polis gəlmişdi. Mənim vurduğum uşağa görə. Uşağı axtarırdılar. Abi, polis nəsə bildi? Nə axmaq danışırsan? Polis bilsəydi mənim burada nə işim var idi? Qardaşım, polis məsələsini başa düşdün. Bəs sən neçə gündə haralardasan? Mən sənə görə buradan Şəmkirə getmişdim. Daha doğrusu desəm qaçmışdım Elvin. İndi burada bu adamların içində mənə izah elə görüm. O sənin o gecəsi görüşdüyün oğlan kim idi? Bax qardaşım, mənə diqqətlə qulaq as. Həmin adam atasının ölüm kağızını ala bilmədiyinə görə həmin günü gəlib məndən kömək istəyirdi. Sadəcə mənə bir şey çatmır. Sən məndən necə şübhələnə bilərsən? Şübhənin başını buraxmaq lazımdır. Polis məsələsini həll etmək lazımdır ki. Elvin, yadındadır sən mənə demişdin qohumumuz var. Onların həyətində bastırarıq. Qardaşım, qafa polis gəlib, məsələ böyüyüb. Biz meyidi çıxardıb bastırmaqdansa, ən məsləhətisi aparıb yandırmağımızdır. Əslində danışdı, adam yandırmaq nədir ki? Çox danışmaqdansa durun hərəkət edəyən qaqa. Boş-boş oturmağın adı yoxdur. Durun gedən görək nə edirik. Qardaşım, səndə var idi bagajda lapatkalar. Onları götür də. Məhəmməd, Hə. gəlin baxın bura. Bura deyildi ki. Buraydı da, qazlıqdır da. Burada əməlli başlı yer alsın. Elvin! Elvin! Elvin!
Sənlə gördüyüm uşaq bizdən siqaret istədi Məhəmmədlə burada. Biz bu meyidi dəf eləyəndə. Hanı bu meyid? Qardaşım yoxdur da. Səhv salmışıq o gömzdən qazlıq əməlbaşı yoxdur. Bu ora bastırmışdıq da biz. Mən sənə demirəm sən çıxardımsan. Səndən necə şübhələnə bilərsən? Mən səndən şübhələnmirəm. Amma o adamı tapmaq lazımdır. Sənin əlaqən, necə əlaqən var onunla? O məndən kömək istəmişdi, yenə deyirəm atasına görə, atasının ödəm kağızına görə. Amma taparam nömrəsi var məndə. O adam mənə sırotsun sabah tapırsan. Bu dəqiqə bura qazılıqdır, uşaq yoxdur, meyit yoxdur ortalıqda, başa düşdün? Da burada gözləməyək. Tez saat 12-dir, cəmaat var. Şübhələndirməyiz. Davay, dağılın işinə getdiyim, davay. Gedək gör, Sənur müəllim nəyə zəng elib bizə? Nə da qara? Ha? Nə da qara? Nə olur? Ha, moşa? Nə da moşa? Ay, üzümə bozarma. Otur aşağı. Otur aşağı. Nə istəsən? Hə? Nədir? Dur yağa, dur. Dur yağa, dur. Hop. Ay, sağ ol. İti də özü kimi deyil, sadiqdir, sadiq. Sənur. Ay Selnur. Selnur. Ha. Yemək vaxtıdır qaqa. Gəl, keç otur, gəl keç otur. Yaxşı vaxtda gəlmisən, gəl. Mənə zəng eləmisən ki, dur gəl, təcil işim var, tuta. Gəl. Bu nədir? Maraqlı söhbət var. Deyən bir koftan Otur. Yemək ye. Nədir, danış gör, nə məsələdir? Sən deyəsən. Ağlıma bir dənə ideya gəlib. Nəyə deyəsən? Dünən biz bir yerdə olanda görüşəndə çox həyəcanlı idi. Onu mən də gördüm, ha. Mən çağırdım ki, səni gəl bax. Biz orada dəfn eləmişdik, həmin yerdə olmayanda. Elvin sağa sola baxırdı, aşağı baxırdı, nə bilim, belə. Özün çox belə qəribə baxırdı. Mən gedirəm Elvindən görüşməyə. Sən də gəlsən Vüqarla görüşməyə. Sadəcə burada heç birinin xəbər olmalı deyil. Hə, sonra? Sonra heç nə. Yəni biləm, mənim haqqımda nəsə danış. Bir-birimizi ayağından vuraq. Hardasa. Görək nə çıxacaq ortaya. Amma mən hardasa 100% olmasa da bir 99% əminliyim var ki, yəni yanlış fikir deyiləm. Onu sən belə eləsən o. Yığ Elvinə, indi yığ. Mən də onun səsini eşitmək istəyirəm. Ya da mən lazım deyirəm, sən prosta yığ Elvinə, məlumat ver birbaşa. Denən ki, görəcək. Qısa konkret, tezdir. Nədir, nə məsələdir, nədirsə, tez qısa konkret. Tamam acımışdım mən. Bu arada da. Öncəyə daha da olma. Salam Elvin, necəsən? Çox sağ ol. Var ol. Sən necəsən? Elvin, hardasan? Səninlə görüşmək istəyirəm, bir məsələ var onunla bağlı. Telefonluq məsələ deyil. İstəyirəm ki, üzbəüz görüşək. İşim var səninlə. Vaxtımı çox almayacam, narahat olma. Yox, mənə heç nə olmuyor be, qardaşım. Mənə nə olacaq ki, şükür Allaha. Heç bir problem yoxdur. Sadəcə olaraq sən prosto təklikdə ikimiz istəyirəm ki, görüşək. Oldu. Nə oldu, nə dedi? Heç nə deyək, görüşək. Başqa söhbət elədin? Yox da, heç nə eləmədi. Dedik gəl. Mən maraqlı. Sinə, yeməyimizi yeyək. Sən ora, mən bura. Okey? Mən gedərəm, o da Vüqar yanına işləm. Alo. Salam Allah, salam. Buyur əzim, buyur. Selnur bu aralar başı qarışıqdır, yəni onun elə olmağı normaldır əzim. Yenə də bu günlər mən görüşməliyəm, çünki mənə zəng eləmişdi, indi elə ora gedirəm. Yəni görüşüb yenə maraqlanam görüm nə məsələdir, çünki mənim də bu haqda heç bir məlumatım yoxdur. Oldu, yaxşı, xəbər eləyərəm, yaxşı. Ay Selnur, ay Selnur. Yaxşı, qoy zəng eləyək, buna görək hardadır. Görək hardadır bu Vüqar. Bir dənə zəmimizə çay.
Alo. Hardasan qardaşım? Buradayam mən. Hə, yaxşı. Səni gözləyirəm Elvin. 2 dəqiqə gəldim. Satdım. Hə, yaxşı, yaxşı. Buradayam. Gəl. Bu niyə bu eləyir? Niyə götürmədi ki telefonu? Bir də təzə xasiyyət çıxdı səndə, adı bu eləməyi Vüqar, hə? Nə var, nə yox? Sağ ol, sən özü vəziyyət. Şükür, Salamatçılıqdır. Keçirsən elə şeydə, elə şey söyləyək. Elə şeydə gedək. Keyfin halın necədir, salamatçılıq? Şükür, salamatçılıq da. Tək yaxşı oldu. Sənin işlərin necədir? Şükür, nəsə gözümə qəribə deyirsən, elə şükür. Nə olub sənə, niyə bir keyfsən? Doğrudan Selnur yaxşı yadıma düşüyor. Anla mənə zəng eləmişdi o gün. Deyir, Selnuru yığıram, zəng çatmır, nə məsələdir? Sən nə danışırsan? Güya bilmirsən ki, Elvin nə vəziyyətdəyik bu dəqiqə. Bir tərəfdən polis axtarışı, başımıza gələn oyunlardan xəbərim var da, yəqin ki, bir yerdəyik. Bilirəm, başa düşürəm. Bilirsən, özün nə cavab verəcəyini yaxşı bilirdin ki, sən bilirdin ki, nə cavab vermək lazımdır anlaya. Yəni, qardaşım, sən necə, yəni, mənim deməkdə məqsədim odur ki, Anna mənə zəng eləyib, Vəfa narahatdır, indi bilməm aralısa nə olur, nə olmayıb, o məsələləri mən qarışmıram. Səzə narahat olduqlarına görə səni axtarırlar, əlləri də bilən mənə çatdı, məni yığdılar. Mənim də borcum sənə deməkdir, yəni. Səs atdı, deyən görək. Salam Məhəmməd, nə tərsin, nə var, nə yox? Qaqa, mən sənlə görüşə bilməyəcəm, bilet almışam, baxışam, gedirəm xaricə. Dünən gecə olan söhbətdən sonra mən rahat qalmışam. Yəni, belə məsələlər mənim həyatım üçün deyil də. Bir müddət uzaqlarda olacam, burada, buralarda olmayacam, qardaşım. Əlaqə saxlayaraq da özümə yaxşı bax, uşaqlar da məndən salam deyərsin. Yəni, məni qatma belə məsələlərə. Nə danışır ha bu? Öpürəm, özümə yaxşı bax. Gedirəm nə də ola, bu nə hərəkətdir ki? Mən bu dəqiqə elə bir haldayam ki, yəni o mövzuya girmək istəmirəm. O qalsın sonra mən özüm lazım olan əlaqə saxlayaram. Mən səni bura çağırmaqda bir səbəb var. Yəni bilmək istəyirəm ki, burada ikimizik, burada heç kim yoxdur. Yəni məndən nəyisə gizlədirsənsə, denən ki, Selnur, səndən bu şeyi gizlədirəm. Çünki mən də istəmirəm ki, sabahsı günü hər hansısa bir şeylər səndən eşidim, qıraqdan çatsın mənə. Onda mən səni bağışlamayacam. Başa düşdüm, əzim, mən sənə nə gizlədə bilərəm? Səni tam mən fikri çatma deyə mənə, bir dənə açıq-aşkar danışıyorum. Bax, belə bir şey deyim sənə. Biz o gecəsi, o uşağı biz dəfn eləyəndə, Məhəmmədlə ikimiz olduq orada. Biz dəfindən sonra oradan bir başqa birisi yaxınlaşdı, siqaret istədilər falan. Yəni mən bilmirdim ki, o kimdir, tanımıram. İl sonrası biz görüşdük bir yerdə. Vüqar mənə zəng eləmişdi ki, Elvinlə bir yerdəyəm, dur gəl bura, bizim məhəllədə oturanda. Restorana çatanda gördüm səni həyatda həmən oğlanla. Yəni, sən mənim dostumsan. O adamı mən tanımıram, bilmirəm kimdir. Amma o insanı görmüşəm mən orada, biz bastıranda, Məhəmmədlə ikimiz dəfn eləyəndə uşağı, mən o adamı görmüşəm orada. Ona görə də mənə xoş gəlmədi ki, Elvin, sənin ondan nə əlaqən ola bilərdi? Niyə mən bugünkü günə qədər tanımadım ki, elə bir insanla sənin əlaqən var, neysə işlə bağlı? Bunu elədiyi hərəkətə bax, dostluğa yaraşan hərəkətdə bu, bizi baş-başa qoyur burada, çıxır gedir. Neyəcək bu? Vüqar oraya, onsuz da bir işə yaramır, deyil mi Vüqar? Onsuz da bir işə yaramırdı. Nə elədiyi hərəkətə bax. Bir də yığadan bana gözlə. Telefon söndürür kişinin oğlu. Yaxşı. Heç nə. Mən biləm neyəcəm. Belə də konkret bir söz demək istəyirəm ki, mən biraz şübhələndim səndən, şübhəm var, açıq deyirəm. Sən keçən səfərdə bu söhbəti biz elədik səninlə, keçən səfərdə söhbət elədik səninlə. Yəni sən də bilirsən, bunu bütün uşaqlar bilir ki, mənim əlim hər yana çatır. Yəni azdan çoxdan hamınız bilirsiniz. O insan da sadəcə mənə müraciət edir ki, anamın ölüm kağızını ala bilmirəm. Kimin? Anasının ölüm kağızında. Sən sən nə olub? Necə anasının? Anasının da qardaşım, anasının ölüm kağızı. Sən bunu niyə təkrarladırsan mənə dalbadal? Elvin, biz keçən səfər oturanda
Sən mənə dedin ki, o uşaq gəldi, o uşağın atasının ölüm kağızı. Bu atası necə anası oldu? Atasının ölüm kağızı, sen insan da çaşdırırsan, ne sen qardaşım, ana, ata, yəni ölüm kağızı. Neyse Elvin. Özünə yaxşı bax, mən şübhəm hardasa doğrultmuş. Neyse, sağ ol. Sağ ol sən Elvin. Mənim düşündüklərim məni yanıltmayıb. Görəm nə işlər çevirir bu mənim üçün. Belə şey olar. Sən belə səhvi necə buraxırsan? Ata hara, ana hara, bu nə səhvdir buraxırsan? Ata deməkdən durub ana demişəm. Bismillah. Neyniyəcəm, nə olacaq o iş? Neyse görək neynirik. Alo. Məhəmməd, sən neynədin? Düşündüyümüz yanıltmadı bizi. Görüşdün sən Vüqarla? Necə yəni ki? Gəlmədi Vüqar. Necə səs atdı, başa düşmür. Neyse, gəl görüşək sorusunu. Gəl görüşək, mövzu deyəcəm sənə. Mən Elvindən çox şübhələnirəm. Elvin ağzından aşıqqa buraxdı, mən də onu tutdum. Hə qardaşım, danış görək nə oldu söhbətin axırı. Elvin sənə nə dedi ümumiyyətlə? Limonu yeyim, danışacağım. Limon yemək vaxtıdır qaqa. Biz nə hayda, sən nə hayda, polis bir tərəfdən. Kino səni, danış görək, hə? Öldüyüm şeydir. Hə. Heç nə, getdim, danışdığımız kimi. Görüşdüm Elvinlə, Elvin gəldi. Mövzunu açdım. Yəni bizimki qurduğumuz oyun var idi, onu danışdım. Elvin orada şıpqa buraxdı. Nə şıpqası? Elvinlə söhbət elədim. Axırda bütün mövzunu söhbət edəndən sonra şübhəm. Dedim, səndən şübhələnirəm. Dedi ki, məndən necə şübhələnə bilərsən? Nə bilim, bu haqda biraz söhbət elədi, özünü biraz doğruya çəkdi. Ki, bu oyunda bunun əli yoxdur. Elə, yəni, özünün düşüncəsində elə ifadə verdi. Bu, o vaxtı görüşəndə o uşaq teması var idi ki, mən səninlə danışmışdım, uşaq məsələsi. Hə də, hə. O uşaq məsələsindən danışanda bu demişdi ki, o uşağın atasının ölüm kağızına görə gəlmişdi. Bizim yanımıza dedi də. Burada da söhbət oldu. O dedi ki, anasının ölüm kağızı zat falan belə bir şeylərlədir. Mən buna sual verdim ki, Elvin necə atası idi bəs? Necə anası oldu? Bilin. Hədə anası nesən, atasın nesən də məni deyir, çaşdırırsan. Bu insanda şübhəni yaradır. Yox. Mən ona şübhələndim. Oradan nəsə burada bir oyun var. İnşallah ki, üstə açılacaq onun. Üstə açılacaq. Vüqardan xəbərin oldu dedim də sənə. Vüqarın atdığı səsə bax. Vüqarın atdığı səsə bax, sən canım. Vüqarın atdığı səsə bax, sən canım. Qulaq as buna. Tamam Məhəmməd, nə tərsinə var, nə yoxdur. Qaqa, mən sənlə görüşə bilməyəcəm, bilet almışam, baxışam, gedirəm xaricə. Dünən gecə olan söhbətdən sonra mən rahat qalmışam. Yəni, belə məsələlər mənim həyatım üçün deyil. Bir müddət uzaqlarda olasam, burada buralarda olmayacam, qardaşım. Əlaqə saxlayaraq da özümə yaxşı bax, uşaqlar da məndən salam deyərsin. Yəni, məni qatma belə məsələlərə, yaxşı öyrək. Öpürəm, özümə yaxşı bax. Bu da dostluq. Hə, ay sağ ol, bax, bu da dostluq. İndi neyniyək? Nə fikrin var sən, neynəmə fikrin var? Yaxşı yadıma düşmüşkən, gözlə sən bir dənə məsələ danışım. Kənan məsələsi var idi, qardaşım. Kənan kimdir?
Kənan, sənə belə deyim də, köhnədən CV yazımız var, prosta sən tanımırsan onu. Belə bəzi məsələlərdə sağ olsun köməklik eləyir də mənə. Sənin o maşın məsələn var idi rayondakı. Sənin adamlarından olar, sənin o tanıdığın ortaq dostlar. Bildim də, amma mən azı bizim məsələlərimizi həll eləyir də. Sənin bu maşın məsələn qalmışdı Şəmkirdə, Anurgildə. O maşını oradan götürən Kənandır. Sağ olsun, yəni həll eləyibdi. Necə maşını götürən mənim maşınım? Sən mənə demədin ki, mən burdayam falan bəsmişəm. Sonra dedin ki, mənim maşınım qalıb evdə falan. Həmin onların evində qaçıb gəlmişdin axı. O maşını oradan sağ olsun Kənan həll eləyib çıxartdırıb da, gedib fırladıb gətirib. Başa düşdün? İndi Kənan mənə zəng eləmişdi. Keçən dəfə dedi ki, qaqa mən vəziyyətə pisdir, mənə sıxışdırıblar falan. Əlbayağa girmişdi qala məndən. Mən də qaldım belə pis vəziyyətdə. Dedim ki, ona söz çıxartdım orada. İndi mən sənə güvənib hərəkət elədim. Dedim ki, qaqa, Anur sıxışdırıb. Ha da deyirəm ki, Anur kimsə sənin əsgər yoldaşındır. Prosta kimsə böyük vəzifəli adamdır yəqin. İndi qulaq as, mən də sənə güvənib demişəm ki, biz özümüz vəziyyətdən çıxmışıq, sən ona deyəcəm həll eləyəcəyik. Onu necə həll eləyək? Anur temasını mən özüm həll eləyəcəm. Mənim ortaq dostlarım var. Nə ortaq dostu? Kimi deyirsən sən? O vaxt mənə danışdın haqq hesabdaş adamlar. Hə, həmən adamlar. Sənə demişdim axı vaxtda. Anur mənə qarşı böyük bir hörmətsizlik elədi. Mənlə çin-çinə oturan oğlan, dostum, qardaşım deyən oğlan, xidməti bir yerdə, qardaşlıq elədiyimiz bir oğlan mənə qarşı böyük hörmətsizlik elədi. Çünki mən onun uşağını öldürməmişəm. O adam amma elə başa düşdü ki, mən onun uşağını öldürmüşəm. O adam ağzımı açmağa imkan vermədi ki, mən sözümü ifadə edeyim ki, mən sənin yanına problemə düşmüşəm, hadisə törətmişəm, ona görə gəlmişəm. Mən o adama imkan vermədi ki, o sözümü ifadə edeyim. O adam mənim ağzımdan vurdu. Nəysə, keçək başqa məsələyə, amma Anurla qisasım yerdə qaldı mən. Hələ qisasımı almamışam ondan. Elə o dediyin Kənan da haqlı olub elə, yaxşı eləyib ona qarşı. Lazımı gəlsə mən Kənanın arxasında duraram, Kənanın söhbətini də bağlayacam mən. Yaxşı qardaşım, necə məsləhətdir. Sən bunları fikirləşmirsən, sənə deməli bir bildiyim var. Amma məndən olaydı o adamları gərək soxmayaydın, kurs eləməyəydin söhbətə. Nə bilim, yəqin ki, nəsə fikirləşmirsən də. Heç nə, çayımızı içək, yavaş-yavaş tərpənək. Sağ ol, necəsən Cavit? Buyur, qardaş, baxaq. Hə, Cavit, mənim sənin yanıma gəlməkdə bir səbəbim var. Sən bilmirsən, o mövzu barəsində söhbətimiz olmuyor. Mən uşağı vurmuşdum maşından. Mənim bir dostum var idi, onun yanına getmişdim gizlənmək üçün. Neysə, uzun məsələdir, başıma bir çox oyunlar gəldi. İndi gəlmişəm, səndən bir məsləhətim var. Problemim yoxdur, narahat olma, kömək eləyərəm. Hə, həmin adam, Karoçi, Şəmkirdədir, iş adamıdır. Belə bir işləri də belə başa düşürəm ki, sən həll eləyə bilərsən. Mənim ondan prinsip bir məsələm var. Yəni, bura gəlməkdə də məqsədim sırf odur ki, o adamı ortadan götürmək. Səbnur Həmidov. YS 933 nömrəli maşın sizindir. Bəli, reis. Nə məsələ? Nə olub ki? Nə məsələdir ki?
Bütün kameralara nəzarət eləmişik. Cinayətkar sizsiniz. Bizlə bölməyə yaxınlaşmalısınız. Siz kimsiniz? Rəis dostumdur. Siz də getməlisiniz bizimlə bölməyə. Gedim Elvinlə görüşüm, vəziyyəti deyim. Çünki deməsəm başqa dərd, desəm başqa dərd. Dost qalıb indi güya belə baxanda. Dost zad yoxdur ki. Elvinə deyim ki, mən gedirəm. Necəsən ay Elvin? Nə var nə yox? Sağ ol, sən nə var nə yox? Keyfi nə falan? Şükür, sağ olasın. Qaqa, çox vaxt almayacağam. Vüqardan xəbərin oldu da sənin. Yox, nə məsələdir? Heç nə çıxıb qaçıb gedib, mənə səs atdı ki, mən gedirəm falan dəsmikan. Zarafat edirsən sən? Mən səncə burada zarafat eləsi nəsə var qardaşım? Çıxıb gedib. Hamını qoydu yarda. Selnurdan günortadan bəri zəng edirəm, Selnura zəng çatmır. Belə baxanda olsa Vüqar heç bir işə yaramır, yəni onu getmək yaxşı olur. Bəs Selnur hanı? Selnura günortadan zəng edirəm, zəngi çatmır. Telefonu götürmür bu adam telefonu. Yaxşı, bəs sən nə fikirləşsən? Mən nə fikirləşəcəm ey qardaşım? Cavan ömrümü niyə bada verim ki? Selnura zəng çatmır. Vüqar ortalıqda yoxdur. Hamı çıxıb gedib. Bilsən qalmısan bilməm. Ortada da zibilə düşən mənəm onsuz da. Çıxıb getməliyəm. Yaxşı, bəs sən hara gedirsən? Gedəcəm də bir yerə başıma açıb gedəcəm. Yəni harada? Yəni onu mən bilməliyəm axı. Sən bilməsən yaxşı. Nə bəladır biz düşdük ya. Nə bilim, heç nə. Gecən xeyrə qalsın. Mən gedim yavaş-yavaş. Yaxşı. Özünə yaxşı bax, qardaş. Sağ ol. Hələlik. Məhəmməd deyir ki, mən çıxıb gedirəm.
Vüqar ortalıqda yoxdur. Vüqar qaçıb. Selnur ortalıqda o da yoxdur. Bunlar nələr qarışdırırlar, neyniyirlər bunlar. Ortalıqda bir dənə təkcə mən qaldım. Söhbətlər də mənim başımda partlaması yaxşıdır axırda. Mən indi bunlara nətər deyim söhbətin əslini, necə danışam. Görürsən, bir ağları Məhəmmədlə geri açıb danışardım hər şeyi Məhəmmədə, yazıq getməzdi. Ay Selnur, nə olacaq bu işlərin axırı? Hardasan, niyə yoxa çıxmısan, bax. Neyniyəcək indi? Hamımızı saldın Selnur bəlaya, hamını bir tərəfdən. Ortalıq çox qarışdı, məncə vaxtıdır. Rəislə bəlkə danışım, gedim təhvil verim. Hər şeyin bir yerə qədər vaxtı var. Elvinə o mesaj yazmağın vaxtıdır artıq. Allah köməyimiz olsun. Məhəmməd mesaj yazır məsələ. Elvin, mən onsuz da bilirəm ki, meyidi biz gizlətdiyimiz yerdən götürən sənsən. Əgər meyidi polisə təhvil versən, bizi satma. Səndən dost kimi ilk və son xahişimdir. Bu özünə yaxşı bax. Görüşənədək. Yəni, reisi yığım, mən telefonları qoyuram. Reis, salam, necəsən? Elvin, nəcəb zəng eləmişsən mənə? İşdən çıxandan bu yana heç vaxt yığmamışdın. Reis, vaxtım çox yoxdur, itişmişəm uşaq haqqında sizə məlumat vermək istəyirdim. Hə, biz də axtarırıq o uşağı. Nəsə xəbərin var? Hə, reis, səni konum atıram. Axtardığınız uşaq ölü vəziyyətdə tapılıb. Biz onu maşınla vuranı tapmışıq. Başqa nəsə bilirsən bu barədə? Əgər meyidi polisə təhvil versən, bizi satma. Səndən dost kimi ilk və son xahişimdir. Yox, reis, başqa heç bir məlumat bilmirəm. Uşağı necə tapmışsan? Sadəcə məhəllə cəmaatı bildirir ki, nəsə qəribə bir iyi gəlir. Yəni qazanda görüldü ki, bir uşaq meyiti çıxdı həmən qəbirdən. Yaxşı, mənə konum at, biz gəlib götürərik. Oldu reis, yaxşı, oldu, sağ ol. Oldu, hələlik. Məhəmməd, mən onsa sizi heç vaxt satmazdım. Sadəcə bir ailənin gözü yaşlı qalmasına da göz yuma bilmədim.